Prezident İlham Əliyev yeni hərbi şəhərcinin açılışı münasibəti ilə təbriklərini çatdırdı. Burada xidmət aparmaq və yaşamaq üçün bütün şəraitin olduğunu deyən dövlət başçısı son illərdə ölkəmizdə 20-dən çox hərbi şəhərcinin inşa edildiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbi qulluqçuların sosial məsələlərin həllinin diqqət mərkəzində saxlanıldığını, Azərbaycan ordusunun bugün dünyanın ən qüdrətli ordularından olduğunu deyən dövlət başçısı son illərdə ordumuzun maddi texniki bazasının müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışdı. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bugün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, amma bugün dünya da bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm hərbi texniki təminat baxımından bugün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki güclü iqtisadiyyat əgər olmasaydı, bütün bu işləri biz görə bilməzdik. Bugün, bax, bu yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Ötən ilin aprel döyüşlərinə toxunan Prezident İlham Əliyev bunu Azərbaycan ordusunun böyük qələbəsi kimi xarakterizə etdi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifin dağıdıldığını söylədi. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha vurğulayan dövlət başçısı Ermənistanın işğalının dayandırılması ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadığını dedi. Dövlət başçısı bildirdi ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına biz icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Sonda Prezident İlham Əliyev hərbiçilərə yeni uğurlar arzuladı. Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun döyüş fəaliyyəti barədə məlumat verdi, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışdı və ordu quruculuğuna göstərdiyi diqqətə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.